Siz 5-ci sinif şagirdləri bu günləri sizə dərsliyinizdən səhifə 54 və 55-də zərf tapşırıqlarının qaydasının izahına baxırıq. Bilirəm ki, artıq məktəbdə bu mövzunu keçmisiniz, müəyyən qədər anlayışınız var. İndi gəlin biraz biz də baxaq. Zərf nədir? Zərf əsasən feilə aid olan və onu baxın müxtəlif cəhətdən izah edən nitq hissəsidir. Zərfin 4 məna növü var. Tərz hərəkət zərfi, zaman zərfi, yer zərfi və kəmiyyət zərfi. Tərz hərəkət zərfi hərəkətin necə, nə cür icra olunduğunu bildirir. Cəld qaçmaq, həvəslə danışmaq və s. Zaman zərfi isə hərəkətin nə zaman icra olunduğu vaxtı bildirir. Nə zaman, nə vaxt, haçan suallarından birinə cavab verir. Məsələn, gec gəlmək, gec tez öyrənmək. Yer zərfi hərəkətin icra olunduğu yeri bildirir. İçəri keçmək, geri dönmək və s. Kəmiyyət zərfi isə hərəkətin kəmiyyətini bildirir və nə qədər sualına cavab verir. Xeyli çalışmaq, azmaz anlamaq və s. Gəlin baxaq. Bu sözlər hansı suala cavab verir və hansı nitq hissəsi ilə başlayır? Gecə yarısı güclü yağış başladı. Nə zaman? Baxın, nə zaman sualına cavab verir və hərəkətlə bağlıdır. Hərəkətlə bağlı olduğuna görə, zamanı bildirdiyinə görə zərfdir. Çox dəyişmişdi. Hərəkətlə bağlıdır və kəmiyyət zərfidir. İçəri keçdilər. Hadisənin baş verdiyi yeri bildirir. Hərəkətdir. Yer zərfidir. Həsrətlə xatırlayırdı. Tərzi hərəkət zərfidir. Aha. Deyir ki, cümlədə zərfləri seçin və aid olduğu feillə birlikdə yazın, növünü müəyyən edin. Qrup üzvləri birlikdə divar qəzeti hazırladılar. Birlikdə hazırladılar. Tərzi hərəkət bildirir. Uşaqlar günorta çayın kənarına endilər. Günorta endilər. Nə zaman endilər? Günorta. Zaman bildirir. O dediği sözləri çoxdan unutmuşdu. Nə zaman unutmuşdu? Zaman zərfidir. İrəlidə gözləyirdi. Harda gözləyirdi? Yer bildirir. Yer zərfidir. Bu il məhsuldarlıq 1-ə 5 artdı. Necə artdı? 1-ə 5 artdı. Və bu da təbii ki, miqdar zərfi olacaq. Keçək növbəti suallarımıza. Müəllim mövzunu izah etdim. Məsələn, biz burada nə yaza bilərik? Deyə bilərəm ki, müəllim mövzunu asanlıqla izah etdi. Məktəbimizdə esse yazı müsahibəsi keçiriləcək. Deyirəm ki, məktəbimizdə gələn həftə keçiriləcək. Teymur Kirşə ilə sürüşürdü. Məsələn, deyirəm ki, Teymur orada sürüşürdü. Dinləyicilər şairin çıxışını çox alqışladılar. Baxın, çox. İndi diqqətli olun uşaqlar. Çox sözü həm say ola bilər, həm zərf ola bilər. Biz mövzunu keçəndə demişdik. Dedik ki, say isimlə bağlı olur. Zərf isə hərəkətlə bağlı olur. İndi nümunə ilə baxaq. Məsələn, deyirəm, çox uşaq. Bir də var deyirəm, çox danış. Çox uşaq, çox burada saydı. İsmin qarşısında gəlir, çox danış. Feilin qarşısında gəlir deyənə olacaq zərf. İndi yenə də gözəl mənzərə və gözəl ifadə edirdi. Yenə də gözəl sözü görür ki, ismin qarşısında işlənir. Necə, nə cür sualına cavab verdiyinə görə, ismin qarşısında işləndiyinə görə bu olacaq sifət. Gözəl ifadə edirdi. Necə ifadə edirdi? Hərəkətlə bağlıdır deyənə bu olacaq zərf. Aha. Bu bayaqki mövzudur. Burada danışdıq ki, bəzi sözlər var ki, həm sifət ola bilər, həm zərf olar. Həm say olar, həm zərf olar. Həm isim olar, həm zərf olar. Və nümunələrlə də qəşəng izah edib. Mən də izah etdim. İndi keçəm tapşırıqlara. Gecə şəhərə çatdıq. Nə zaman gecə? Bu burada nə zaman sualına cavab verdiyinə görə götürəcəyik bunu zərf. Amma yayda gecə gündüzdən qısa olur. Nədən qısa olur? Burada nədən sualına cavab verdiyi üçün isim. Doğru cavablar, necə cavablar? Bu olacaq sifət. Doğru danışmaq burada hərəkətin tərzini bildirəcək olacaq zərf.
Bu məsələni həll etmək üçün xeyli düşündüm. Olacaq hərəkətin yanındadır zərf. Amma xeyli tamaşaçı bu olacaq artıq say. Zərflər quruluşca uşaqlar 3 cür olur. Sadə, düzəltmə və mürəkkəb. Bunları əslində bilirsiniz. Sadə zərflər kökdən ibarət olur. Düzəltmə zərflər kök və reksiv şəkilçidən, məsələn, cəsarətlə, dost yana, ucadan, rusca və s. Mürəkkəb zərflər necə olurdu? Ümumiyyətcə, mürəkkəb sözlər necə yaranırdı? İki sözün birləşməsindən yaranırdı. İndi quruluşca növlərini, birinci zərfləri tapaq. Seymur müəllim şagirdin ona ürəkdən sevinir. Burada hansı söz zərfi olar uşaqlar? Bəli, ürəkdən. Ürək, ürəkdən. Bu olacaq düzəltmə. Oxucular yazıcının yeni əsərlərini səbirsizliklə gözlədi. Yenə də şəkilçi ilə yaranıb olacaq düzəltmə. Sabir baba asta-asta bu mürəkkəbdir. Üzü yuxarı, bu da mürəkkəbdir. Qapı birdən tay-batay açıldı. İki sözün birləşməsindən yaranıb. Ona görə mürəkkəbdir. Alıcılar malı geri qaytardılar. Yeri bildirir. Bu sadədir. Çünki şəkilçisi, leksik şəkilçisi yoxdur. Aşağıdakı cümlələri müxtəlif nitq səsi kimi işlədim. İndi gəlin baxaq. Aydın. Məsəl üçün deyirəm ki, o çox aydın danışırdı. Burada nə olacaq? Feilin qarşısında gəlir. Feilin qarşısında gəlir deyənə olacaq zərf. Bir də deyirəm ki, aydın fikirlərə hər zaman ehtiyacımız var. Qısa yazıram. Burada olacaq sifət. Çox sözü də. Desəm ki, çox uşaq. Məsələn, məclisdə çox uşaq var idi. Bu olacaq say. Amma desəm ki, çox danış. Məsələn, deyirəm ki, bu məsələ barəsində çox danış və ya da çox danışma. Burada olacaq zərf. Səhər. Məsəl üçün deyirəm ki, səhər, bayaqki cümlə gecədən belə uzun olur, qısa olur və s. Burada olacaq isim. Amma desəm ki, səhər gələrsən, burada olacaq zərf. İndi qaldı düz. Məsəl üçün deyirəm ki, düz söz adamı incidir. Burada olacaq sifət. Bir də deyirəm, qabı stolun üstünə düz. Artıq burada olacaq feil. Bir də var deyirəm, düz danış. Burada hərəkətin qarşısında gələcək olacaq zərf. Ümumiyyətcə, uşaqlar, düz sözü düz 5 nitq hissəsi kimi işlənə bilər. İsim olar, sifət, zərf, isim, feil və bir də ədat kimi də işlənə bilər. İndi bunlardan biz irəlidə daha ətraflı və geniş danışacağıq. Belə, əziz şagirdlər, ümid edirəm ki, izah sizə aydın oldu və bundan sonra biz növbəti qaldığımız mətnlərimizə davam edəcəyik. Hər hansı bir qaranlıq hissə varsa rəylərdə yazmağı unutmayın. Eləcə də mənim dərs izahlarım var ki, onlardan da faydalana bilərsiniz. Sizdən hələ ki sağollaşıram. Hələlik.